Axır ki bişirdik, əziz dostlar. Başa çatdırdıq. Neçə gündür elə canlı yayım zamanıdır mən söyləyirəm ki, boranı aş bişirəcəm. Bu da boranı aş, əziz dostlar. Boşqabı əydim biraz, üstündən döküldü. Görürsünüz. Əslində balqabağın rəngi tünd portağal rəngində olmalıdır, narıncı. Amma baxanda içini görmürsən deyə bilmək olmur. Adətən balqabağın boranının təyinatı qabığı tünd olduğunda deyirlər ki, içi də narıncı rəngdədir. Amma bəzən aldadıcı olur. Boranı aş, üzərində görürsünüz biraz da nar dənələmişəm. Təbii ki, boranı aş turşusuz yeyilməz. Kələm qarışıq turşu, qırmızı kələm qarışıq turşu və yaşıl, ağ xiyar turşusu. Və təbii ki, yanında balıq. Hərə bir balıqdan istifadə edir, sevir və yeyir. Mən bu dəfə qızıl balığın hissə verilmişindən yeyəcəm. Balqabağın üzərində, əziz dostlar. Və təbii ki, quru olmasın deyə alma soku. İstidir. Əsas odur ki, efirdə də soruşursunuz. Orxan bəy, boranı aş nə oldu? Axır ki bişirdim. Özdə maşa lobiya ilə, düyü maşa lobiya ilə. Üstəyə bax, indi götürmüşəm dəmdən. Dadı gözəl. Boranı aş sevənlər neçə nəfəri? Adam var deyir, oy boranı nə danışırsan? Boranı bilirsiniz nə dərəcədə xeyirlidir insan orqanizmi üçün. Tərkibində nə qədər vitaminlər var. Balıq da möhtəşəm. Xırda sümük yox. Elə odur. O bir deyiliş var. Elə odur. Pişirilmə qaydasını yəqin bilirsiniz. Boranı hər halında faydalıdır. Qızartmasının, soku, qutabı möhtəşəm olur. Çox möhtəşəm olur. Axır kəz dostlar, boranı ilə də işimiz bitdi. Nuş olsun hamınıza, yemək yeyənlər.